Cənab Nazir. Selamünaleyküm. Hoş gəlmisiniz. Səfalar getirmişsiniz. Siz bilirsiniz ki, Azərbaycanda tutulub, şərlənib, həbs olunan jurnalist hanımlar var. Və biz bir ay 5 gündür ki, Almaniyanın Bundeskanzlerinin ofisinin qarşısında aksiya keçirdirik. Biz qeyd elədik ki, Azərbaycanda jurnalist hanımlar azadlığa buraxılsın. Biz bu şeyləri yığışdırıb gedirik. Nə Azərbaycan medialarından ses çıxdı, nə də Azərbaycan dövlət məmurlarından. Bu ilə bağlı nə deyə bilərsiniz? Bu siz qeyd etdiyiniz məsələlər, bu qənaət gəlişi sizin şəxsi qənaətinizdir və öz şəxsi qənaətinizi siz bir həqiqət kimi təqdim etməyiniz qəbul edilməzdir. Bununla bağlı Azərbaycan Hüquq Mühafizə orqanları tərəfindən hər hansı bir qərar qəbul olunubsa, bu qərara dair onun apellyasiya və kassasiya formasına təqdim edilməsini qanunvericilikdə onun Biz işgəncələrlə bağlı nə deyə bilərsiniz? İşgəncələrlə bağlı bu sizin mülahizənizdir. Biz bu xanımları işgəncə olunur axı orada. Yox, siz deyirsiniz yox. Məhz Mirsaleh Seyidov tərəfindən Qadınlara qarşı ümumilikdə bu mümkünsüzdür. Həm qadınlara qarşı, həm kişilərə qarşı ona yüksək şəxsi mülahizənizi burada bir fakt kimi təqdim etməyiniz qəbul edilir. Nazir də qeyd elədi, siz şəxsi qənaətinizi Azərbaycandakı ictimai siyasət... Yox, mən şəxsi qənaət. Siz subyektiv yanaşır məsələyə. Özünüz Almanyada hansı statusda yaşayırsınız? Mən siyasi. Siyasi hansı? Bəli. Azərbaycanda nəyə görə getmişsiniz? Bax, indi mən sizə deyim. Deyin, gəlin dinləyək bir-birimizi. Əhsən. Mən Nardaran hadisələrini, bəli, Nardaran hadisələrini... Nardaran məsələlərində hansı ölkənin xarici müdaxiləsi var idi? İndi diyəcəsi İranın. Ha? Yox, mən hansı ölkənin adını Siz diyəcəsi. Yox, siz diyəcəsi İranın da, bəli. Bax, bir də əzizim, mən siz... Azərbaycan Respublikasının suverenliyə müdaxilə edən kənar müdaxilələr var idi. Bu məsələni bilirsiniz yoxsa yox? Azərbaycanın suverenliyi və milli təhlükəsi hər şeydən dəyərlidir. Məsələn, sosial şəbəkələrə çıxırsınız, Azərbaycan cəmiyyətini yanıltmağa çalışırsınız. Sizin kimi burada bir neçələri də var. Yox, bax görürsünüz, siz mənə şər atırsınız da. Siz deyirsiniz, sizin kimi. Sizin kimi bu əli var. Yox, bu şər, üzr istərəm, bu şərdir. Səfir qardaş, bir dəqiqə olsun. Yox, bax siz görürsünüz, siz insan haqlarını pozursunuz, insan hüquqlarını. Siz söz azadlığının qarşısını alırsınız. Yox. Cənab Nazirlə biz görüşü bilmirik, söhbət eləyə bilmirik, gəlmişik. Nazir sizlə söhbət edir. Bəli, mən də Nazirlə söhbət eləyirəm. Bəs Ramiz Mehdiyevlə bağlı nə deyə bilərsiniz? Nə dəxli var məsələn? Necə Ramiz Mehdiyev Əli Şərimlə bağlı şərləti zəbsələdir? Ramiz Mehdiyev Azərbaycanda müəyyən bir addımlara cəhd atırdı da qeyri-qanuni. Biz niyə Ramiz Mehdiyev ev tutağıdır, ancaq Əli Şərimli bu gün Milli Təhlükəsizlik Nazirliyinin padvanında oturur?